Da bağırsağın hissələrini qidanın hərəkət ardıcıllığına uyğun olaraq sıralayın. Yəni qidanın hərəkət ardıcıllığı bağırsağın ardıcıllığı ilə uyğun olsun. Hardan keçir deyə biz onu tapmalıyıq. Biz bilirik ki, nazik bağırsaq, yoğun bağırsaq vardır və bunun ardıcıllığını soruşur bizdən. Deməli 1, 2, 3, 4, 5, 6-da bağırsağın hissələri göstərilibdir və biz ardıcıl olaraq yazsaq, birinci 12 barmaq bağırsaq gəlir, 6-cı rəqəmlə göstərilibdir. Sonra acı bağırsaq gəlir, 3-cü rəqəmlə göstərilibdir. Sonra qalça bağırsaq gəlir, nazik bağırsaq bu qədər. Sonra keçir yoğun bağırsağa, yoğun bağırsağın birinci kor bağırsaq şöbəsi gəlirdi. Sonra gəlirdi çəmbər bağırsaq gələcəkdir. 1 ilə göstərilibdir. Bir də düz bağırsaq gələcəkdir sonda 5. Deməli 6, 3, 2, 4, 1, 5. Bu istiqamətdə qida axını mümkün olacaq bağırsağın ardıcıl hissələrindən keçməklə.